Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allah'ın salamı, rahmeti ve bereketi üstünüzden əskik olmasın inşallah. En çok verilen suallardan biri də belədir. Seydə nəzir vermək olar mı? Əvvəla ilk növbədə bilmək lazımdır ki, seyid nə deməkdir? Seyid kimlərə deyilir? Mənim 50 dəqiqəlik bu mövzuda bir videom var. Çox gözəl videodur. Əlbəttə ki, istəyən şəxslər o videoya baxa bilərlər. 50 dəqiqə nə vaxt gəlib keçir, heç bilmirsən. Ondan ötürü ki, çox maraqlı, gözəl bir mövzudur. Mən orada ilk dəfə seyid sözü kimə deyilib, kimi seyid adlandırıblar, nə üçün onu seyid adlandırıblar, nəyə görə ona seyid deyiblər. O haqda söhbət açmışam. Seyid sözü ilk dəfə Peyğəmbərimizin babası Abdülmüttəlibin atası Həşimə deyilib Məkkədə, Məkkə şəhərində. Seyid sözünün mənası hamının başa düşəcəyi dildə deyəcəm ki, hamına aydın olsun. Lori dildə. Seyid sözünün mənası əl açıq, əl tutan, yardım edən, kömək göstərən, kömək edən, səxavətli deməkdir. Amma indi bizim başa düşdüyümüz seyid ki deyirik, o seyidlər əsasən İmam Baqir və 5-ci imamımız İmam Baqir və 7-ci imamımız İmam Kazımın övladlarına deyilir. Çoxları heç bunu bilmir. Əlbəttə ki, bunlar hamı Peyğəmbər övladlarıdır. Peyğəmbər övladları olduğuna görə bunları da seyid adlandırırlar. Seyidə nəzir vermək olar əlbəttə ki. Amma onu bilmək lazımdır ki, hansı seyidə nəzir vermək olar, hansı seyidə nəzir boyun alıb, o seyidə o nəziri vermək olar. Və onu bilmək lazımdır. Əgər o seyid Allah Teala tərəfindən kəramətli bir şəxsdırsa, əlbəttə ki, ona nəzir edib vermək olar. Və yaxud da ki, o seyid kasıbdır, dolanışığı zəifdir, köməyi yoxdur, qazancı azdır, ailə vəziyyəti çətindir. O seyidə də bizim borcumuzdur ki, imkanlı şəxslərin borcudur ki, nəzir edib o seyidlərə o nəziri versinlər. Yox əgər o seyid ki, şərab içir, əxlaq normalarını pozur, maddi cəhətdən öz əlində olanını ancaq şəraba, qumara və yaxud da ki, başqa xoşa gəlməz şeylərə sərf edirsə, elə seyidlərə nəzir vermək doğru, düzgün deyil. Elə seyidlərə nəzir vermək olmaz. Seyid öz seyidliyini, özünün Peyğəmbər nəslindən olmağını, öz gözəl əməlləri ilə, öz gözəl əxlaqı ilə bizim Azərbaycanımızın gözəl adət ənənələrinə gözəl şəkildə riayət etməyi ilə göstərməlidir. Və belə seyidlərə əlbəttə ki, nəzir vermək olar. Bir də onu yadda saxlamaq lazımdır ki, nəzir tək seyidlərə verilmir. Əgər insan niyyət eləyib, nəzir ayırırsa onu, o nəziri niyyət eləyib yetim uşaqlara da verə bilər. Qoca, qadın, kişilərimizə də nəzir vermək olar. Deyək ki, məsələn, yaşlı insanlardır, qoca insanlardır, aldıqları pensiyalar da onları təmin etmir və belə heç bir yerdən başqa bir gəliri də yoxdur ki, yaşam tərzini gözəlləşdirsin, müəyyən qədər yaxşılaşdırsın. Elə yaşlı insanlara da nəzir vermək olar. Nəinki olar? Vacibdir. Yetim uşaqlara nəzir vermək vacibdir. Kömək etmək vacibdir. Bu həm bizim dini nöqteyi nəzərdən bəyənilən əməl olar bizlərdən ötürü, həm də bizim öz Azərbaycanımızın adət ənənələri tərəfindən də götürsək, bu çox gözəl olar. Amma qaldı kimsə baxır, görür ki, seyiddir, şərab içir, qumar oynayır və yaxud da ki, ağzına gələn zəfəngiyatlar danışır, əxlaq normalarını gözləmir. Amma aparıb ona da nəzir verirsə, bu nəzir elə seydə o nəziri vermək doğru düzgün deyil, olmaz.
Çünki sənin ona verdiyin o nəziri o aparıb həm dinimizin qadağan etdiyi, bəyənmədiyi, haram buyurduğu işlərə sərf edir. Həm də milli adət ənənələrimizə uyğun gəlməyən, milli adət ənənələrimizə tərs mütənasib olan işlərə sərf edir. Elə şeydə əlbəttə ki, nəzir vermək doğru düzgün deyil. Mən əlbəttə ki, istərdim ki, imkanı olan şəxslər nəzir edib, həm Allah Taala tərəfindən kəramətli olan şeylərə nəzir versinlər, həm də maddi nöqteyi nəzərdən imkansız şeylərə nəzir edib versinlər. Həm də yaddan çıxartmayaq ki, imkanı olan şəxslər nəzir edib yetim uşaqlara versinlər. Dolanışığı zəif olan insanlara nəzir edib versinlər. Yaşlı ata-analarımıza, imkanı olmayan yaşlı ata-analarımıza, baba-nənələrimizə nəzir edib versinlər. Bu, həm Allah Taala tərəfindən ən birincisi çox bəyənilən bir iş olar. Həm də bizim bir Azərbaycanlı kimi öz adət ənənələrimizə görə çox gözəl bir iş olar. Allah etdiyiniz nəzirləri qəbul etsin. Çalışay həmişə öz imkanımız daxilində yardım əlimizi həm seyidlərə, həm də imkanı olmayan şəxslərə, yetim uşaqlara yardım edək, kömək edək. Allah etdiyiniz yardımları qəbul etsin. Allah verdiyiniz nəzirləri qəbul etsin inşallah. Assalamu aleykum və rəhmətullahi və bərəkatuh.